Bismillah, elhamdülillah, və salatu və səlam ala Rasulillah, əmmə ba'd. Əziz müsəlmanlar, səfərdə olan kimsənin oruç tutması haqqında danışacağıq. Səfərdə olan kimsənin oruç tutması icazəlidir və həmçinin də tutmaya da bilər. Bu haqda alimlər ittifaq ediblər. Lakin alimlər ixtilaf ediblər ki, görəsən, səfərdə olan kimsənin oruç tutmaması daha yaxşıdır, yoxsa oruç tutması daha yaxşıdır. Və cümhur alimləri deyiblər ki, Şafilər, Hənəfilər, Şafilər, Maliklər deyiblər ki, oruç tutması daha yaxşıdır. Həmbəlilər isə deyiblər ki, oruç tutması gərəkmir, oruç tutmamalıdır. Bir qism alimlər isə deyiblər ki, burada heç bir fərq yoxdur. İstəsə tutar, istəsə tutmaz və heç biri birbirini qınaya bilməz. Bu haqda hədislərə də baxdıqda daha adil olan görüşün o olduğunu görürük ki, bu səfərdə oruç tutub tutmamaq məsələsi şəxsdən şəxsə dəyişir. Taqəti olan, gücü çatan insanlar oruç tuta bilir və taqəti olmayan, halı olmayan, gücü çatmayan, məşəqqətlə üzləşən və yaxud zərərlə üzləşən kimsələr oruç tutmurlar. O məsələ budur. Hədislər də bunun ətrafında dövr edir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deməli, Buxaridə gələn hədisdə Həmzə ibn Amr əl-Əsləmiyə deyir ki, o vaxt ki, o soruşur ki, ya Rasulullah, mən səfərdə olduğu halda soruşur ki, mənim oruç tutmağa gücüm çatır. Deyir ki, sənin oruç, Allahın rüxsətidir oruç tutmamaq və bu rüxsəti götürmək nə gözəldir. Lakin oruç tutan kimsəyə heç bir günah yoxdur. O şəxsə belə deyir. Yəni, bunun taqəti çatır deyə ona belə deyir. Lakin taqəti çatmayan bir kəsə baxaq. Cabir radiyallahu anhın hədisində görürük ki, səfərdə ikən sahabələrdən biri yıxılır, oruç tutduğu halda yerə yıxılır və Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, onun ətrafına insanlar yığışıblar, izdiham var və onu kölgələndirirlər. Adam istidən tab gətirməyib yıxılıb. Və Peyğəmbər sallallahu aleyhi ve sellem yaxınlaşır, deyir ki, nə olub belə? Deyir ki, oruçdur. Yəni, tab gətirməyib yerə yıxılıb, oruç tutduğundan dolayı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, leysə minəl birri əs-sawm fis-səfər. Səfərdə oruç tutmaq yaxşılıqdan, yaxşı əməldən sayılmır, deyir. Fikir versək, iki şəxs arasında fərq qoyub Peyğəmbər sallallahu əleyhi və səlləm. Gücü çatan şəxsə deyir ki, ona ixtiyar verir, istəsən tut, istəsən tutma. Amma bu sahabə ki, yerə yıxılıb, taqəti çatmır, hətta ona deyir ki, səfərdə oruç tutmaq yaxşı əməldən sayılmır. Demək, fərqləndirir Peyğəmbər sallallahu əleyhi və səlləm. Demək, bu şəxslərin halına qayıdır. Və həmçinin də cümhur alimləri, o kəslər ki, deyiblər ki, oruç tutmalıdır bu ayda, yəni oruç tutmaq daha yaxşıdır. Səfər, söhbət, diqqət üçün deyim ki, səfərdə oruç tutmaqdan gedir söhbət. Səfərdə oruç tutmaqdan gedir. Yəni, o kəs ki, səfərdə tutması daha yaxşıdır, deyiblər ki, iki məsələyə görə. Birinci, ona görə ki, Ramazan daha fəzilətlidir, başqa aylardan daha üstündür və başqa ayda qəza eləsə, məsələn, bir neçə gün qəza eləyəcək, amma qəza eləsə sonra çətin olacaq. Çətindən əlavə əvvəl deyiblər ki, fəzilət məsələsini qeyd ediblər ki, bu fəziləti itirəcək bu günlərdə. Nə qədər də qəzasını tutsa, bu savabı əldə eləməyəcək. İkinci də deyiblər ki, ola bilsin ki, sonraya saxlasa, ya gecikdirə bilər, ya laqeyd yanaşa bilər, ya da həvəsi ola bilməyər. Sonra, indi madam ki, cəmaatla tutur, həvəslidir. Hamı oruç tutur deyə, onun üçün daha rahatdır. Ola bilər ki, sonra qəzasını tutanda bu cür həvəslə, himmə ilə tuta bilməz. Bunu deyiblər. Xülasə odur ki, alimlər fərqləndiriblər, həmçinin qeyd ediblər ki, burada rüxsət məsələsi ki, Peyğəmbərimiz buyurub ki, Allahın rüxsətidir. Rüxsətdən məqsəd nədir deyiblər? Yəni, asanlaşdırmaq. Demək, ola bilər ki, bir insan əgər Ramazanda səfərdə olduğu halda söhbət gedir, səfərdə olduğu halda əgər bu insan cəmaatla tutması onun üçün daha yaxşıdırsa, səfərdə olsa belə, tutması daha yaxşıdırsa, qəzaya saxlasa, gecikdirəcək, laqeyd yanaşacaq, onda və yaxud da tutmayacaq, ondansa elə Ramazanda tutmağı daha yaxşıdır. Demək, məqsəd asanlaşdırmaq budursa, elə bunun üçün asanlaşdırmaq da elə bu deyiblər. Yox, əgər bu insan səfərdə olduğu halda lap çətinliklə üzləşir, tuta bilmirsə, bir neçə gündür, zərər yoxdur. Ramazandan sonra daha rahat tutacaqsa, onda asanlaşdırmaq, rüxsət mənası burada gerçəkləşir. Onda belə edir.
Yox, həmçinin deyiblər ki, yox, bu insan üçün fərqi yoxdur. Səfərdədir, səfərdə deyil. Yəni bu tutacaq onsuz da heç bir fərqi yoxdur. Onda deyiblər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə daha yaxın olan odur ki, gah tutsun, gah tutmasın. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin səfərdə olan halı belə olub. Gah səfərdə oruç tutub, gah tutmayıb. Məsələnin müxtəsəri budur. Dedik ki, xülasə odur ki, bu şəxsdən şəxsə olaraq dəyişir. Ola bilsin ki, taqəti olan insan oruç tutsun və bu daha yaxşı olsun və ola bilsin ki, insan məşəqqətlə üzləşsin və yaxud zərərlə üzləşsin. Belə olan insanın tutmamağı daha yaxşıdır. Daha düzünü Allah bilir. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi əcməin.